Bu videoda süni intellektlə sıfırdan bir repartis yaradırıq. Musiqinin sözləri, musiqi, personaj, səhnələr və videoklip hamısını da masadan qalxmadan süni intellektlə generasiya edəcəyik. İlk olaraq bizə musiqinin sözləri lazımdır. Hər şey süni intellektlə edəcəyimiz üçün bu etapda chatbotdan istifadə edəcəyik. Keçək chatbot ekranına. Tamamilə süni intellekt istifadə edərək bir musiqi proyekti hazırlayıram. Sözləri səninlə musiqini Suno ilə generasiya edəcəm. Səndən istədiyim altdakı məlumatlara əsasən bu musiqinin sözlərini hazırlamağındır. Ağlımda olan bəzi açar sözləri də əlavə edirəm ki, mahnının sözlərində həmin ifadələrdən istifadə eləsin. Məsələn, burada istifadə etmək istədiyim sözlər və fikirlər belədir. Musiqinin sözlərinin inkişaf yönümlü, həvəsləndirici olmasını istəyirəm. İndi isə janrı və musiqinin tipini dəqiqləşdirməliyik. Bunu da chatbota izah edirəm ki, sözlər sadəcə qafiyəli cümlələr olmasın, həm də musiqinin havasına uyğun olsun. Əlavə edirik promptumuza. Musiqinin sözləri modern, səslənməsi yaxşı və eyni zamanda motivasiya verən olmalıdır. Gəlin indi nəticəyə baxaq. Gördüyünüz kimi bizə ilkin versiyanı verdi. Hətta biraz da yaxşı verdi. Amma mən bunu olduğu kimi istifadə etməyəcəm. Çünki AI çox vaxt yaxşı başlanğıc verir, amma final nəticə üçün insan müdaxiləsi şərt. Artıq sözlərimiz hazırdır. İrəli, irəli, addım addım davam. Yıxıldığım hər yerdən qalxmışam hər zaman.